Diğer kondisionerdə pultun istifadəsi haqqında məlumat mən sizə verəcəyim. Qış rejimi, yay rejimi, havanın isti olarkən necə sərinə qoya bilərik və yaxud hava sərin olarkən necə isti rejimə qoya bilərik, onun haqqında məlumat verəcəyim. İlk öncə kondisionerimizi yandırırıq. Kondisionerimiz isti rejimlədir, amma həyat yazılıbdır. Biz bunu kolo rejiminə gətirdiyimiz zamansa sərin, yəni sərin hava bizə verəcək. Onun üçün temperaturu aşağı indiririk. Fanın sürətini buradan artırıb azaldırıq. Fan sürətini artırıb swingə vurduğumuz zamansa jaluzin hərəkətləndirir. LED rejiminə vurduqda pultun işığını söndürür və yaxud yandırır. Turbo rejiminə qoyduğumuz zamansa maksimum temperaturla yəni işləyir. Bu isə gecə rejimidir. Gecə yatarkən bu rejimə qoyduğumuz zaman gecə rejimində işləyir. Sonra isə söndürürük.